Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Hər zaman olduğu kimi bugün də studiyamızın qonağı var. Studiyamızın qonağı isə dünənimizə, bugünümüzə və gələcəyimizə işıq saçan müqəddəs peşə sahibi bir gözəl pedaqoq xanımı dəvət etmişik. Studiyamızın qonağı Məmmədova Gülər xanımdır. Gülər xanım, xoş gəlmisiniz studiyamıza. Çox sağ olun Türkan xanım. Təşəkkür edirəm dəvətiniz üçün. Mən də sizləri və izləyicilərimizi salamlayıram. Bu müqəddəs peşə ilə artıq 15 ildir ki məşğulam. Peşəmi çox sevirəm. Uşaqlarla işləməyi çox sevirəm. Uşaqların saflığı, səmimiyyəti mənə daha da güc verir. Bir sözlə, müəllimlik mənim üçün bir peşə deyil, böyük bir sevgidir. Gülər xanım, şagirdlərin dərsə marağını artırmaq üçün dərs prosesində hansı metodlardan istifadə edirsiniz? Çox gözəl bir mövzu ilə giriş etdiniz. Belə demək istəyərdim. Bugünün hamı bilir ki, ən böyük çətinliklərindən biri də uşaqların dərsə diqqətini cəlb etməkdir. Çünki uşaqların psixologiyaları çox fərqlidir və üstəlik texnologiyanın bu qədər sürətlə inkişaf etməsi istər-istəməz uşaqların diqqətinin yayılmasına daha tez səbəb olur. Və mən də bunların hamısını nəzərə alaraq çalışıram ki, dərsləri daha yaradıcı və yadda qalan etməyə çalışım. Məsələn, uşaqların arasında kiçik yarışlar təşkil edir, oyunlar qururuq və bu da uşaqların dərsə marağını artırır, daha fəal iştirak etmələrinə səbəb olur. İzahlarda da həmişə çalışıram daha hərəkətli, sadə və uşaqların başa düşəcəyi formada izah edim. Bir də əsas məsələ fərqlənən uşaqları qiymətləndirirəm. Bu da həm onlara, həm də digər uşaqlara motivasiya olur. Məqsədim də odur ki, uşaqlar özlərini dərsdə məcbur deyil, həvəslə iştirak edənlərdən hesab etsinlər. Bu arada izləyicilərin də nəzərinə çatdırım ki, söhbət əsnasında bayaq öyrəndik ki, bugün Gülər xanımın da doğum günüdür. Fürsətdən istifadə edib Gülər xanım sizi səmimi qəlbdən təbrik edirik, sizə uzun ömür, can sağlığı arzu edirik. Allah sizə elə bir şagirdlər yetirsin ki, tək Azərbaycanda deyil, bütün dünyada sizin adınızı ucaltsınlar, sizinlə fəxr etsinlər və siz də onlara fəxr edəsiniz. Çox sağ olun Türkan xanım, çox gözəl sözlərinizə görə, arzularınıza görə minnətdaram. Bir müəllim üçün nə lazımdır? Şagirdlərinin daha da zirvələrdə olması, onların adları yüksəlməsi bir müəllim üçün ən gözəl. Belə, biz də sizə onu arzu edirik. Çox sağ olun, var olun. Hər zaman olduğu kimi oxuyan şagirdlər olduğu kimi oxumayan şagirdlər də olur təbii ki. Bəs oxumağa və öyrənməyə həvəsi olmayan şagirdlərin oxuması üçün nələr edirsiniz? Yenidən çox gözəl bir sual verdiniz. Bu sualı belə cavablandırardım. Bəli, belə uşaqlarla çox rastlaşırıq. Məncə burada əsas məsələ fərdi yanaşmadır. Çünki uşaqların maraq dairəsi, onların qavrama səviyyəsi, motivasiyası fərqli olur və biz də bunların hamısını nəzərə alaraq onlara uyğun uşaqlara yaxınlaşmağa çalışırıq. Bir də əsas məsələ uşağa sən bacaracaqsan hissini yaşatmaqdır. Uşaq bu hissi duyduğu andan dərsə münasibəti dəyişir və özü maraq göstərməyə çalışır və biz bunu təzyiqsiz şəkildə, mərhələli şəkildə edirik ki, uşaq özünü daha rahat və həvəsli hiss etsin. Bəzən olur ki, sinifdə bəzi şagirdlər həm davranış, həm diqqət problemi yaradırlar. Bəs bunun aradan qaldırılması üçün nə edirsiniz? Bəli, belə hallarla çox rastlaşırıq. Belə hallarda ilk öncə çalışıram sakit qalım və uşaqlara anlayışla qarşılayım. Çünki onlara sərt reaksiya verdikdə onlar daha çox özlərinə qapanırlar. Bir də mütləq uşaqları dinləyirəm. Və dinlədiyim zaman belə nəticəyə gəlirəm ki, burada əsas problem dərs deyil, uşağın daxili hissidir. Və biz onu anlayanda, onunla düzgün ünsiyyət qurduqda uşaq sakitləşir və dərsə davam edir. Ümumiyyətlə, mən dərsi qorxu ilə deyil, sevgi ilə, qayğı ilə idarə etməyə daha üstünlük verirəm. Çünki uşaq səni anlayanda və qəbul edəndə davranışları da düzəlir və oxumağa da maraqları olur. İndi çox aktualdır. Bir də görürsünüz ki, sinifdə valideynlərin bir qrupu var, valideyn və müəllimlərin bir qrupu var, WhatsApp qrupundan söhbət gedir təbii ki. Hətta şagirdlərin belə bir qrupu var. Bəs siz valideynlərlə əməkdaşlığı necə qurursunuz? Ən gözəl mövzulardan birinə toxundunuz. Demək olar ki, valideyn və müəllim münasibəti.
Mən ümumiyyətlə valideynlərlə əlaqəni çox vacib hesab edirəm və özüm də çalışıram ki, valideynlərlə müntəzəm ünsiyyətdə olum və uşaqların inkişafları ilə bağlı məlumatlar verim. Burada təkcə uşaqların problemləri deyil, həm də onların müsbət tərəflərini paylaşım. Çünki valideynlə birlikdə hərəkət etdikdə nəticə daha da uğurlu olur. Bir də müəllim və valideyn eyni məqsəd uğrunda hərəkət etdikdə biz görürük ki, uşaqların həm psixologiyasında, həm dərslərində müsbət təsiri olur və uşaq özünü daha da güvəndə hiss edir. Bayaq sizinlə söhbət əsasında qeyd etdiniz ki, bu 15 ildə həm öyrənmişəm, həm öyrətmişəm. Bəs müasir təhsil metodunda öz üzərinizdə necə işləyirsiniz və bu dərsə necə təsir göstərir? Müəllim üçün inkişaf dayanmayan bir prosesdir. Onlar daim axtarışda olur, özlərində çalışırlar və mən də bir müəllim olaraq təbii ki, müxtəlif təlimlərə qoşuluram, yeni dərs metodlarını öyrənir, texnologiyanın dərslərdə necə daha effektiv tətbiq edə biləcəyimi düşünürəm və bu da mənim birbaşa dərslərimə təsir edir. Dərsləri də daha yaradıcı, maraqlı etməyə çalışıram ki, uşaqlar bunu hiss etsin və dərsə maraqla gəlsinlər. Sonda izləyicilərimizə nə demək istərdiniz? Sonda izləyicilərimizə demək istərdim ki, uşaqlara qarşı daha səbirli və anlayışlı olaq, onları məcbur etməyək, onları elə elək ki, onlar daha həvəsli yanaşsınlar, bu daha effektivdir. Bir də hər uşağın fərqliliyini başa düşüb, ona uyğun uşaqlara yanaşmaq daha uyğundur. Təşəkkürlər Gülər xanım, çox sağ olun ki, dəvətimizi qəbul edib studiyamıza gəldiniz, minnətdarıq. Siz sağ olun, təşəkkür edirəm. Bugün müəllimlik peşəsinin nə qədər məsuliyyətli və dəyərli olduğunu bir daha anladıq. Bizimlə həmsöhbət pedaqoq Məmmədova Gülər xanım idi. Sağ olun, sağlıqla qalın.